Salam, kanalıma hoş geldiniz. Ben Asim. Bu gün yeniden yeni bir video ile karşınızdayım. Bu gün ayın 8'idir ve bütün kadınların bayramını tebrik edirəm. Ve hal-hazırda olimpiyadaya gedirəm. Olimpiyada da İngiliz dilindədir və riyaziyyat olimpiyadasıdır. Yəni bilmirəm, gedib nə edəcəyəm, nə yazacağam falan. Aklımda gram bir fikir yoktu. Sordular ki, bəs sən Respublika bölümüsən, öncə sənə bileti pulsuz verir. Mən də pulsuz sözünü eşidən kimi dedim, hə, yaxşı gəlirəm. Olimpiyada gənclikdə olacaq və gəncliyin harasında olacaq bilmirəm. Yəqin ki, indi 130 ilin gedərik, Molda düşərik. Oradan da konum atmışdılar da taparıq inşallah. 11'də başlayır olimpiyada. Neçə saat olacaq, nə tipli suallar olacaq, gram bir fikrim yoxdur. Düz nümunə suallar atmışdılar. Sonra bir de sınaq atmışdılar. Girib işləməmişəm amma çünki qrammaxotun falan yox idi. Həm də başqa şeylər eləməliydim. Başqa dərslər falan, fizikadan sınav hazırlaşırdım. Nə bilim, Python'dan falan əlləşirdim. Ya Python'ın da bir xeyli deyim etməməli. Dünənləri bir video çəkmişəm. Amma etməməliyəm bugün bir də. O da var. Her neyse, olimpiyada bir de başlayın. İnstə qutarı bilmirəm. Evə qayıdandan sonra bir dənə videolar editləyərəm. Alınsa bir dənə girib yaxalanaram. Ondan sonra da akşam futbolumuz var. Neçə vaxtdan sonra futbola gedirik kompleksə. Ondan sonra oradan da qayıdandan sonra böyük ehtimalın işlənəmərəm. Evə gələrəm, İbra falan oynayaram, yatarım sonra. Dedə ki, hadi İbra oynayalım. Çünki sabahlar nasıl məktəbi yoxdur. Hə, bir dənə 4-dən 6 yana dilim var. Bir də səhər saat 9-da sabah deyirəm, birinci günləri. 4'ten 6'ya diyeceğiz. Bir de 9'dan 11'e bile cebriyəcətdən sınav yazacağıq yenə. Səhər gedirəm, belə sınav yazaram, sonra gələrəm, oturub Azərbaycan tapşırıqlarını yazaram da. Ya bu günləri yatacağım. Ya başa düşdünüzdə nə demək istədim də, yormayın mən. Olsa yəni orada babat yorulacağım. Səbəti var ya. Hamı imtahanda nə etdiyimi soruşur, amma heç kim imtahanın nə etdiyini soruşmur. Və tam o olacaq, elə bilin imtahan çıxışı. Deməli, Binəqədiyə qayıtdım, yəni olimpiyadaya getdim, girdim, verdim, çıxdım, sonra təzədən qayıtdım. Hal-hazırda indi Binəqədiyəm də. Necə oldu falan o deyim. İmtahana çəkmişəm. İngilis dilində deyim imtahan. Ya ancaq deyim nələri həll eləyə bildim. Bu məsələdə rəqəmləri falan görür amma ancaq onları həll eləyə bildim. Bir də ki, yəni oxudum, gördüm şərtini başa düşürəm. Onları həll elədim. Bir də ki, oxuyurdum, şərtini yarı başa düşürdüm, yarı başa düşmürdüm. Həmin o başa düşmədiyim hissəsini riyazi biliklərimlə paputu tamamlamağa çalışdım. Yəni özümdə şək yaradırdım. Orada deyirdim ki, bu böyük ehtimalla bu cür nə olar da, başqa işlədiyim məsələlərdə bu cür nə verirdi sualı. Paputu girdim, verdim imtahanı. 100 baldan 30 bal civarı bir şey yıksam böyük şeydi də. Yəni əslində suallar böyük ehtimalla bağça suallardılar, zarafatlı, riyaziyyatdan. Yəni o qədər çətin deyildi. Nümunə suallarını da translate edib baxanda, nümunə sualları keçən düşən suallar falan. Yəni bağça suallardı da. Prosta tərcüməsi problemdir də. Gələk ona görə ingilis dili atırım öyrənim. Nəysə, indi qayıdıram evə. Amma zarafatsız imtahan, yəni içimdə çox güldüm də. İmtahanda kalkulyator hesabı veriblər. Mən də kalkulyator aparmamışam da. Deyirdim ki, əşki kalkulyatoru nə edirəm. 2 dənə sual bildiyiniz hesablayıb da. Yəni rahat bir üsulu yoxdur onun. Otur eşeği kimi hesabla. Yəni 17 faktorial istəyirdi. Yəni 17 faktorialına oturub hesablamalıydım. Yəni 17 faktorialın nə olduğunu başqa bir tapa bilmərsən. Yəni birində bir dənə sualı oradan itirdim. Biri də ki, əslində mötərizə xaricinə çıxartmaqla da yazmaq olardı. Prosta kalkulyatorla, yəni daha tez çıxır da. İmtahana kalkulyator aparmadım deyə 2 dənə sualı o cürünə itirdim. Biri 3 ballıq, biri 4 ballıq, 7 ball ümumiyyətlə o cürünə itirdim. Hayf, amma eviyə cəhənnəm əşin olmaz onsuz da. Yəni biletinə bir şey verməmişəm deyə, o qədər də çox şeyləmir də, təsirləmir. Amma hələ də bir ümidi var, yəni ən azından bürüncdən zatdan nəsə qazana bilərəm böyük ehtimalla. Çünki o qədər də pis deyil. Yəni qapanların 15 dənəsinin 14 ya da 13 ya da 12 dənəsi falan düz olacaq böyük ehtimalla. Yəni bir damcı ümid var. Deməli, saat hal-hazırda 5-ə qalır 18 dəqiqə
və biz 6 işləmiş 10 dəqiqə üçün görüşəcəyik. Dediyim kimi gələndən sonra demək olar oturdum, oyun falan oynadım. İndi bir dənə əynimi dəyişim, futbol üçün paltar falan giyinim. Ondan sonra bir dənə yemək qızdırıram, yemək yeyim, sonra çıxacağam evdən, gedib uşaqlarla görüşək. 6-da oyun başlayır. Başlamısan videoya bir dənə. Çox buraxmayaq bəsimizdir. I rock like pebble, jump through your sheet. You hear this beat? Coming like heavy metal. If you got a business, bro, please say it in stone like rock. C2 seviye artistik. Man, have guys all shot, don't like Uzi, but this thing rocks. Rocks. Aye. I know you wanna hear some hi-hats. Tick, tick, tack to the top. Matter of fact, play that bass. Don't disgrace, let it embrace. I know you like this new taste. Lit, don't let it go to waste. Yeah, could come clean like Mark. Aye. See, this thing rocks. Man had a dreadful year. That's the reason why I cut off my locks. God tested me just like Mox. The caves where I trap like war. Man's murking this just like storms. I don't even like my veg where you talking round me about porn. Gang. If you're mad, say it with your chest. I'm really tryna check me. I'm tryna see what you're on so I know that you're off. You might as well start, just press play. And I'm quite cold, coming like a virtual cough, cause you're on the other side of the phone. If I don't like the bass of the picture, your tone, I'll tell a man leave me alone. Gang. I rock like pebble, jump through your sheet. You hear this beat? Coming like heavy metal. If you got a business, bro, please say it in stone like rock. I came with a brand new boat. Like man, have guys all shot, don't like Uzi, but this thing rocks. Rocks. Aye. I know you wanna hear some hi-hats. Tick, tick, tack to the top. Matter of fact, play that bass. Don't disgrace, let it embrace. I know you like this new taste. Lit, don't let it go to waste. Yeah, could come clean like Mark. Aye. My dog, this thing rock like Wyler. You think you're fine, you ain't ling my friend, you ain't plinger than Skylar Tyler. No, you ain't linger than her. Can't wait till I get my whip and skirt. Or I get a diamond chain like Burr. Or I get a thing that screams up purr. Aye, me and bro come different. I'm like summer, he's like winter. He like TT Flake, had to tell a man bait from all that smoke. I look, why you tryna take that toll? Had a sweet one, asked my call, and I was like, no, I don't really use that. She wanna stick to the boy like blue tack. I rock like. Həmiz beraber burada dayandı ya. If you got a business, bro, please say it in stone like rock. I came with a brand new boat. Like man, have guys all shot, don't like Uzi, but this thing rocks. Aye. I know you wanna hear some hi-hats. Tick, tight to the top. Matter of fact, play that bass. Don't disgrace, let it embrace. I know you like this new taste. Lit, don't let it go to waste. Yeah, could come clean like Mark. Could come clean like Mark. Clean like Mark. Clean like Mark. Could come clean like Mark. Could come clean like Mark. Clean like Mark. Could come clean like Mark. Clean like Mark. Could come clean like Mark. J'ai des outils mais je suis pas un mécano. Solide en défense quand tout va mes canals. On va les canner les têches dans le canal. RAT bientôt ma tête sur canal. RAT bientôt ma tête sur canal. On les fait boiter les hommes s'ils nous connaissent. Je fais ce qu'il est chaud, je peux pas finir comme canal. Encore un appel manqué sur mon canal. Encore un appel manqué sur mon canal. Pourquoi c'est plus le même devant le canon? Pourquoi c'est plus le même devant le canon? Elle est sexy mais ça copie les canons. Elle est sexy mais ça copie les canons. Pourquoi c'est plus le même devant le canon? Elle est sexy mais ça copie les. Elle est sexy mais ça copie les canons. Canon. 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 Təbrik edirik səni. Hasimə var. Nasıl demək? Baba bu oğlan var ya, bu oğlan. Bütün ştarafını bugün tapmışdı. Bir dənə ştaraf qaçırmadı. Ana vurdu mu? Təbrik edirəm abi. Oyunun əsas fəxri buydu. Bir yerə gol atmış bax. Ha, çıxdıq indi oyundan. Gedir evə. Nə cəbs utduq 11-7.
Yəni 5 dənə, 6 dənə qol vurdum ki, saymağı itirmişəm. Adunsu videosu çəkdiyim uşaq, b. 4 dənə qolu buraxdı və 5 dəqiqə olmadı. Yəni 5 dəqiqə olmadı, 4 dənə qolu buraxdı. Sonra bunu komandadan çıxartdıq. Təzə bir dənə uşaq saldıq komandaya. Vurdıq 11-7 apardıq. Bu videoya baxırsınızsa öpürəm havuzu. Bu cürünə də. İndi sağollaşaq. Özünüzə yaxşı baxın, sizi də öpürəm. Nasıl belə bir alt